yırtıq möhtəviyyətini tamamilə qarına boşaltdıq. Momentumu rezeksiya elədik. Bu yırtıq qapısıdır. Çox dar bir qapısı olduğu üçün burada bağırsaqlar və momentum sıxışıb qalmışdı və geriyə getmirdi bitişmələrdən dolayı. İndi tamamilə yırtıq kisəsini kəsib götürürük və ləğv edirik. Yırtığı tamamilə götürürük. Və bu yırtıq qapısına plastik edəcəyik. Alloplastik materialına qarnın ön divarını möhkəmləndirəcəyik. Gördünüz ki, yırtıq hissəsi həddindən artıq böyükdür və bunu qaldır, fərq olur. Bunu qaldır, orada qalmasın. Bu